Gəlin sizə göründüyü kimi asan olmayan bir sintaktik təhlil təqdim edeyim. Məndən öncə özünüz işləyin. Bu sual göründüyü kimi asan deyil. Cümləni sintaktik təhlil edirsən, daha sonra bizlə yoxlayırsan, buralarda üstəgəl görürsənsə, mübarək şirin barmağına da bir dənə tık edirsən. Baxaq, ümumiyyətlə bir şey bil ki, deyil ayrıca cümlə üzvü deyil. Deyil müstəqil deyil. Deyili özündən əvvələ birləşdirəcəksən. Fərz elə idi kimi bir şeydir, dır kimi bir şeydir. Asandır. Elə düşün, bu sual göründüyü kimi asandır. Belə nəzərə al. Yəni, deyil onsuz da təhlilə təsir eləməyəcək. Nə sual, hansı sual, bu sual. Bura qədər işin ən rahat tərəfidir. Artıq burada biraz mürəkkəbləşir, duzu istiotı artırmış olurum. Göründüyü kimi asandır. Yadınıza qalsın, necə sualına cavab verən söz feildən öncə gələndə hərəkətin tərzini bildirir. Bu qayda bəzən əlamətə də aid ola bilir. Feildən əvvəl gəlibsə, yəni necə sualına cavab verən qoşmalı söz, feildən əvvəl gələndə nədirsə, sifətdən əvvəl gələndə də odur. İsimləşməməlidir. Asandır, necədir? Asan deyil, necə deyil? Belə düşün və göründüyü söz nə? Göründüyü söz nə? Əlaməti izah eləyən, əlamətin tərzini izah eləyən bir söz kimi baxacaqsan və ona da deyəcəksən tərz-i hərəkət zərfliyi. Və yaxud bu sual göründüyü kimi asanlaşıb olsaydı nə götürəcəkdin? Tərz-i zərfliyi. Eynən bunu da. Yəni, feil olanda nə götürürsənsə, sifət olanda da həmin qaydanı tətbiq edirsən. Bu arada bizim imtahana kimi təkrar və sürət qruplarımıza qoşulmaq üçün 055 597 0151-ə yazırsan, sürət qrupun dəftəri 5 dəfə, təkrar qruplarında 3 dəfə və yaxud 2 dəfə dərslərimiz olur. Hal-hazırda imtahana kimi davam edirik. Qoşulub uğurlu inşallah nəticə əldə edə bilərsiniz. Bu qədər, sağ olun.